Nanəciblər neynədi? Əmudla vurdu Əbəlfəzin başından. Vuranda idi ki, ömründə bir dəfə qışqırdı belə. Ədrikni, ya əxak, ay qardaş, çatdır özü mənə. Deyirlər, İmam Hüseynin qulağına səs çatdı. Üzünü tutdu Zeynəbə, dedi, Zeynəb, bu Əbəlfəzin səsidir. Xanım Zeynəb dedi, bəli, qardaşım, Əbəlfəz səsidir. Deyirlər, İmam Hüseyin qaça-qaça gəldi. Qaça-qaça gəldi, çatdırdı özünü. O vəziyyətdə aldı Əbəlfəzi qucağına. Nəsə eləmək istəyir. Bir tər gözünü açdı, Əbəlfəz dedi, qardaş, neynəmək istəyirsən? Qardaş, neynəmək istəyirsən? Dedi, səni xeymələrə aparmaq istəyirəm. Dedi, qardaş, səndən axırıncı xahişi olsun Əbəlfəzin. Nə olar, mən aparma xeymələrə. Çünki çatdıra bilmədim onlara suyu. Əbəlfəz Hüseynə yalvarır, nə olar, mən aparma ki. İmam Hüseyin deyirlər, o cürlə qayıtdı tənha, qayıtdı, başını salıb aşağı. İçəri girəndə deyir, uşaqlar qayıtdı. Eynə əmmiyəl Əbbas. Bizim əbimiz Abbas hardadır? İmam Hüseyin cavab verə bilmədi. Bilirsən, neynədi? Gəldi, Əbəlfəzin xeyməsində olan əmudu belə çəkdi, xeymə açdı, orada qayıtdı, dedi, o yerlərdə idi, qayıtdı. Ləqəd inkəsərə zəhri, belim qırıldı mənim, Əbəlfəzim getdi. Belim dur, mən adamsızam əxam.